Bugünkü videomuzun qonağı 800 manata satılan Samsung Galaxy A27 modelidir. Gəlin bu modelin bizlərə nələr təklif etdiyini birlikdə baxaq. İlk olaraq telefonu əlimizə aldıqda dizaynı, ölçüləri və material keyfiyyəti ilə danışaq. Telefon 162,4 mm uzunluğa, 78,2 mm genişliyə və 78,4 mm qalınlığındadır. Əldə tutuş hissiyatı olaraq normaldır. Nə çox incə deyil, nə də çox qalın deyil. 200 qramlıq bir çəkisi var, amma əldə çox da hiss olunmur. Telefonun həm arxa hissəsi, həm də ön hissəsi Corning Gorilla Glass Victus Plus ilə qorunur. Təəssüflər olsun ki, orta hissə yenə də plastikdəndir. Telefon sağ tərəfində səsi artırıb azaltma düyməsi, on-off düyməsi, bu on-off düyməsi həm də barmaq izi skaneri kimi işləyir. Aşağı hissəsində tip C girişi, kolonkası və mikrofonu, sol tərəfdə isə ikili nömrə girişi və yaddaş kartı girişi var. Arxa hissəsinə baxdıqda isə üslü kamera blokunu və yanında da LED flaşı görürük. Telefonun IP64 sertifikatı ilə suya və toza qarşı dözümlülüyü var. Ancaq rəqibləri artıq IP68, IP69K sertifikatlarına sahibdir. Samsung bu hissədə çox geridə qalıb. Bu modeli gözə çarpan yeniliklərdən biri də artıq kameranın damla formasında deyil, ekranın içinə yerləşdirilmiş formada olmasıdır. A27 modeli 4 fərqli rəngdə gəlir. Qara, mavi, çəhrayı və ağ rənglərdə. Telefonun bağlantı özəlliklərinə baxdıqda isə 5G dəstəyinin olduğunu görürük. Təəssüflər olsun ki, Wi-Fi 5, Bluetooth 5.1 kimi köhnə texnologiyalardan istifadə olunub. 2026-cı ildə çıxan bir model üçün bu texnologiyalardan istifadə olunmasını mən başa düşə bilmədim. Samsungu burada ciddi şəkildə tənqid etmək lazımdır. Gəlin isə indi telefonun ekranına nəzər salaq. 6,7 düymlük Super AMOLED ekran panelindən istifadə olunub. Ekran 120 Hz yenilənmə tezliyini dəstəkləyir. 110,2 kvadrat santimetrlik sahəsi ilə ekran gövdə nisbəti təxminən 86,8%-dir. Çərçivələr orta səviyyədədir. Nə çox qalın, nə də flaqmanlar kimi incədir. Bu qiymət aralığında bundan daha incə çərçivələrə sahib modellər var. Burada da Samsung biraz məncə tənqid olunmalıdır. 1080-ə 2340 piksel olan ekran 19,5-ə 9 nisbətindədir. Ekranın piksel sıxlığı isə 385 ppi dəyərindədir. Ekran üzərində Mohs sərtlik şkalasında level 5 səviyyəsində qorunma təmin edən Corning Gorilla Glass Victus Plus şüşəsi var. İstifadə etdiyim müddətdə ekranla bağlı çox da ciddi problemlər yaşamadım. Samsung bu ekran məsələsini tam olaraq həll edib artıq. Ümumilikdə bu telefonda ən bəyəndiyim hissəsi onun ekranı oldu. İndi isə gələk telefonun performans və aparat təminatına. Nəcəbsə Samsung bu telefonda öz prosesorları, yəni Exynos prosesorlarından imtina edib. Bu modeli Qualcomm'un 4 nanometrlik texnologiyası ilə hazırlanmış Snapdragon 6 Gen 3 prosesorundan istifadə olunub. Bu prosesor 8 nüvəlidir. 4 nüvəsi 2,4 GHz tezliyində işləyən Cortex A78 performans nüvəsi və 4 ədəd 1,8 GHz tezliyində işləyən Cortex A55 səmərlilik nüvələridir. Qrafik işlərinə isə Adreno 710 GPU-su baxır. Yaddaş kombinasiyaları olaraq isə 6 GB RAM 128 GB daxili yaddaş və 8 GB RAM 256 GB daxili yaddaşlı seçimləri var. Əgər bu modeli almağı düşünürsünüzsə, məsləhət olar ki, 8 GB RAM 256 GB yaddaşlı modeli seçəsiniz. Prosesor Qualcomm istehsalı olsa da tam olaraq geymerlər üçün nəzərdə tutulmayıb. Gündəlik işlərdə, şəkil, video çəkilişlərində, normal istifadədə gözəl performans göstərir. PUBG Mobile kimi oyunlarda orta qrafikalarda 40-60 FPS arasında oyun oynamaq olur. Ancaq uzun müddətli oyun testlərində isə telefonda həddindən artıq qızmalar gördüm. Bu da telefonun bir müddət istifadədən sonra oyunlarda performansın aşağı düşməsinə səbəb olur. Bu məsələləri gözə alaraq, əgər bu telefonu oyun üçün almağı nəzərdə tutursunuzsa, başqa modellərə yönəlmənizi tövsiyə edirəm. Proqram təminatı tərəfinə baxdıqda isə telefon qutudan Android 16 və One UI 8.5 interfeysi ilə çıxır. Ən son One UI versiyası ilə gələn bu telefona da Samsung 6 illik Android yenilənməsi alacağını vəd edir. Bu qiymət segmentində 6 illik Android yenilənməsi alması çox gözəl göstəricidir. Telefon gündəlik rejimdə, proqramlar arası keçidlərdə çox normal işləyir. Gələk telefonun kamera blokuna. Arxa hissədə üçlü kamera sistemi bizi qarşılayır. Əsas kamera 50 megapiksel f1.8 diafraqmaya sahibdir. Sensor ölçüsü olaraq isə 1/2,76 düym piksel ölçüsü cəmi 0,64 mikrometrdir. Burada fazalı avtofokus və optik şəkil sabitləşdiricisi, yəni OIS mövcuddur. İkinci kamera 5 megapiksel ultra geniş bucaqlı kamera f2.2 diafraqma genişliyində və 1/5 sensor ölçüsünə sahibdir. Üçüncü kamera isə 2 megapiksellik makro kameradır. LED flash, panorama və HDR dəstəyi mövcuddur. A27 modelində istifadə olunmuş kameraları çox da bəyənmədim. Əsas kameradan çıxmaq şərtinin digər kameraların görüntü keyfiyyətləri həddindən artıq çox aşağıdır. Əsas kamera ilə gündüz və yaxşı işıqlandırılmış yerlərdə çəkilmiş şəkillər normaldır. Ancaq gecə çəkilişləri
çox da yaxşı deyil. Test üçün çəkilmiş şəkillərə və videolara nəzər salsanız, mənə haqq verəcəyinizi düşünürəm. Arxa kameranın video çəkiliş keyfiyyəti maksimal 4K 30 FPS-dir. Ancaq təəssüflər olsun ki, 1080p-də belə 60 FPS görüntü keyfiyyəti yoxdur. Bu da telefonun mənfi xüsusiyyətlərindən biridir. Ön tərəfə baxdıqda isə 12 megapikselli f2.2 diafraqmalı bir ədəd selfie kamerasını görürük. Ön kameranın da əsas mənfi xüsusiyyətlərindən biri odur ki, ümumiyyətlə 4K görüntü keyfiyyətində çəkilişi yoxdur. Maksimal video çəkiliş keyfiyyəti 1080p-də 30 kadrdır. Hal-hazırda səsimi Galaxy A27 modelindən eşidirsiniz. Full HD-də 30 FPS-li çəkiliş edir. Ön kamera ilə də gündüz çəkiliş etdikdə normal görüntülər əldə etmək olur. Ancaq gecə çəkilişləri çox da yaxşı deyil. Telefonda bəyənmədiyim özəlliklərdən biri də odur ki, telefon ümumiyyətlə stereo səs dəstəyi yoxdur. Yalnızca bir dinamikdən istifadə olunur. Bu da telefonun mənfi xüsusiyyətlərindən biridir. Bilirəm, bu telefonda çox mənfi xüsusiyyət saydım, ancaq qiymətinə görə dəyərləndirdikdə bu saydığım özəlliklər bu telefonda olmalıdır. Telefonda 5000 mAh tutumlu bateriyadan istifadə olunur. Bateriya gündəlik istifadədə rahat bir günü çıxarda bilir. Özəllikləri və istifadə olunmuş Snapdragon prosesoru ümumiyyətlə bateriya tutumuna yaxşı təsir göstərir. Telefonun maksimal şarj dəstəyi 25 Wattdır. Təəssüflər olsun ki, Samsung bu modelində üzərində adapter başlığı vermir. 800 manata satılan bir telefonun üzərində əlavə olaraq da adapter başlığına 30 manat, 40 manat ödəmək məncə doğru deyil. Ümumi olaraq bu telefon haqqında mənim düşüncələrim çox da müsbət deyil. Telefonda bağlantı texnologiyaları olaraq Wi-Fi 5, Bluetooth 5.1 kimi köhnə texnologiyalardan istifadə olunur. Prosesor normal olsa da kamera tərəfi çox da yaxşı deyil. Telefonda ən bəyəndiyim hissə ekran və arxa və ön hissənin şüşədən olması oldu. Və sizlər necə düşünürsünüz? Bu qiymət civarında bu modeli almağa dəyərmi, yoxsa rəqiblərinə üstünlük vermək daha yaxşı olar? Fikirlərinizi şərhlər bölməsində mənimlə paylaşa bilərsiniz. Növbəti videolarda görüşənədək.